Salam, sabahınız xeyir əziz dostlar. Sizi bir daha salamlayıram. Bir vacib məsələyə münasibət bildirmək istəyirəm. Yəni bu çoxdan mənim diqqətimi çəkir. Son zamanlar bu sosial siyasi elmləri, sosiologiyanı, psixologiyanı, politologiyanı, sosial işi, sosial idarəetməni, siyasi idarəetməni inhisara almaq cəhdləri var. Kimsə ortaya çıxır, bir motivasiya təlimləri ilə güya hər şeyi başa salmaq çalışır. Bir başqası sosioloqlar cəmiyyəti niyə öyrənə bilmirlər iddiası ilə çıxış edib cəmiyyətşünasları ittiham edir. Halbuki yəni bu adamın heç sosiologiya təhsili falan yoxdur. Yəni bəzi belə deyək, işbazlar, dərəduzlar, oyunbazlar, fırıldaqçılar, özünü olduğu kimi deyil, təsəvvür etdikləri kimi təqdim edənlər ictimai elmlər sahəsində əldə edilən uğurlara, sosiologiya, psixologiya, politologiya sahəsində aparılan fundamental tədqiqatlara kölgə salırlar. Halbuki yəni Azərbaycanın bu istiqamətdə uğurları kifayət qədər böyükdür və təbii ki, kifayət qədər bacarıqlı mütəxəssislər də var. Bu sahələri bilib, yəni xaricdə təhsil alan, xaricdə tədris aparan professorlarımız, müəllimlərimiz, akademik heyətimiz var. Və yəni Azərbaycanın elminin, təhsilinin səviyyəsi bəzilərinin başa düşdüyü qədər heç də belə deyək, problemli və faciəli deyil. Problemli, faciəli ona olan bəzi adamların münasibəti və burada yaratmaq istədikləri inhisardır. Bir şeyi nəzərə almaq lazımdır. Vaxtınızı çox almayacağım. Yəni, haradakı inhisar cəhdi başlayır, orada inkişaf dayanır. Və təhsil sferasına da bu sirayət edərsə, bizim böyük problemlərimiz, bəlalarımız oradan başlayacaq. Çox şükür ki, yəni təhsildə şəffaflıq, inkişaf, dinamika digər sahələrlə müqayisədə daha yüksəkdir. Düzdür, problemlər də var, çətinliklər də var. Amma yəni bunların səbəbkarı mütəxəssislər, müəllimlər, peşəkarlar deyil. Harasa problem varsa, səbəbi cəmiyyətin özündə, cəmiyyətin sistemində, təhsilatlaşmada və eləcə də yəni sosial-siyasi təhsilatlaşmada axtarmaq gərəkdir. Bu da yəni tələb təklif məsələsidir müəyyən mənada. Yəni insanlar yəqin ki, nəyi necə xoşlayırlarsa ona uyğun da bir mühit yaradırlar. Yəni Azərbaycan cəmiyyətini nə ideallaşdırmaq, nə də belə deyək, yerli yersiz tənqid etmək gərəkdir. Yəni bir şeyi sadəcə nəzərə almaq lazımdır. Sosial ədalət hissi, cəmiyyətdə adekvat münasibət, insanların həmrəylik hissi, eləcə də yəni belə deyək, azadlıq hissi, məsuliyyət hissi ilə birlikdə nə qədər qüvvətli olursa, cəmiyyət o qədər rifah və intibah yaşayır və təhsil səviyyəsi, təhsil keyfiyyəti də o qədər artır. Öyrənmə istəməyənə nəyisə öyrətmək mümkün deyil. Ümumiyyətlə, öyrənməyib özünü hansı obrazla təqdim edən insanlar, cəmiyyətdə tüfeyli və başqalarının hesabına yaşayan insanlardır. Bu, yalançı, belə deyək, saxta mütəxəssislərə də aid olan bir məsələdir və bunu mütləq bir şəkildə nəzərə almaq lazımdır. Əks halda biz, belə deyək, doğru ilə yanlışı yenə ayırt edə bilməyəcəyik. Yəni, yenə ənənəvi cəmiyyət üçün xarakterli olan müəyyən səhvlərə yol verəcəyik ki, bununla da çox da irəli getmək mümkün deyil. Yəni, günah axtarmaqdansa, günahkar axtarmaqdansa hər şeyə öz adını, öz qiymətini vermək gərəkdir. Yəni, əgər kimin yanlışı varsa, o yanlışını etiraf etməlidir. Yox, səhvini başqasının üzərinə atırsa, həmin insandan doğru gözləmək və yaxud bunun belə hərəkətlərin ənənəyə çevrilməsi müqabilində, yəni vəziyyətdən çıxmaq, yola vermək, şəraitə uyğun hərəkət etmək, tutulmayan oğru deyil prinsipi ilə hərəkət edib insanları çaşdırmaq cəmiyyət üçün ziyanlı və pis nümunədir. Gəlin bundan uzaq olmağa çalışaq. Yəni yalancı sosioloqlar, yalancı psixoloqlar, yalancı tədqiqatçılar, ixtisası olmayıb bu sahədə yer tutanlar peşəkarlar deyirlər, amma peşəkar dərəduzlardır. Yəni onların başqa bir adı yoxdur. Gəlin haqqın tərəfində olaq, doğru yol tutaq, dərəduzlardan və fırıldaqçılardan uzaq olaq. Diqqətiniz üçün təşəkkür edirəm.